Diqqət, sizinlə işimiz var. İş qurmaq, mövcud biznesini böyütmək, karyerasında irəliləmək istəyənlər üçün Nərmin Aşurzadə ilə idarə etmənin əsasları başlayır. Salam, hər vaxtınız xeyir olsun. Bugün həftənin 4-cü günü olduğuna görə təbii ki, bugünkü həmsöhbətim yüksəliş müsabiqəsinin qaliblərindən biridir. Xanım Daşdemirova studiyamızdadır. Biz xanımla birlikdə həm yüksəlişdəki təcrübəsi haqqında, həm də ənənəvi və müasir təhsil idarə etmə modellərini müzakirə edirik. Mənə bu istiqamətdə ən çox həmişə o maraqlı olub ki, biz müasir təhsil idarə etmə metodları deyəndə daha çox burada texnologiyanın fərqi nəzərdə tutulur, yoxsa fəlsəfə də mi artıq fərqlidir? Bax, birinci mütləq bunu soruşacağam və sizin də suallarınız olsa mövzu ilə bağlı bizimlə əlaqə saxlaya bilərsiniz. Telefon nömrəmiz açıqdır. Söhbətə sən də qoşul. Telefon nömrəsi 012 404 11 22. Xanım, xoş gəlmisiniz. Necəsiz? Xoş gördük Nərmin xanım, təşəkkürlər, yaxşıyam. İlk növbədə dəvətə görə də təşəkkür edirəm. Burada olmaq çox xoşdur. Çox sağ olun siz. Və bax, birinci sualımı elə əvvəldə səsləndirdim. Sizcə əsas fərq nədən ibarətdir idarə etmə modellərində? Əslində hər iki tərəfdə sizin dediyiniz kimi həm texnologiya inteqrasiyadadır, həm də müəyyən qədər fəlsəfədədir. Çünki biz ənənəvi idarə etmədən danışanda təhsil sistemində burada daha çox mərkəzləşdirilmiş idarə etmə idi. Müəllim yanaşması idi. Müəllim mərkəzdə dururdu. Və müəllimlərdən belə deyim də bütün məlumatı, bir materialları biz müəllimlərdən alırdıq. Və sadəcə tələbələrə də düşən bu məlumatı öyrənmək, cavab vermək, yadda saxlamaq və imtahanlar verməkdir. Amma artıq yanaşma da dəyişib və metodlar da dəyişib. Belə ki, artıq tələbə mərkəzli yanaşmadır. Onlar daha çox tələbələri buna cəlb etmək, iştirakçılıq artırılmasına yönəlmişdir. Artıq tələbələrə müəyyən qədər sərbəstlik verir ki, o məlumatları özləri tapa bilsinlər. Çünki müasir dövrdə həmişə biz danışanda deyirik ki, texniki biliklərlə yanaşı yumşaq bacarıqlar çox önəmlidir. Və artıq o yumşaq bacarıqların inkişafına yönəli bir sistem yaradılır. Ki, onlarda bu analiz etmə, axtarmaq, məlumatı toplaya bilmək, müəyyən qədər komandada işləyə bilmək bacarıqları inkişaf etsin. Və artıq neçə ildir məhz bu yanaşma tətbiq olunur? Deyərdim ki, bu yanaşma 90-cı illərdən sonra yavaş-yavaş formalaşmağa başlamışdır. Bizim vaxtımızda tam belə deyildi. Yavaş bu istiqamət getməyə başlamış. Bildiyiniz kimi həm məktəblərdə artıq kurikulumlar istifadə etməyə başlamışdı. Universitetlərdə artıq kredit sistemi bildiyim qədərilə 94-cü ildən kredit sisteminə artıq keçid olmuşdur və yavaş bu prosesdə belə deyim də tamamlanmışdı indiki dövrlərə. Bəlkə də hələ davam edir. Çünki zamanə də dəyişir, texnologiyalar, biliklər özü dəyişir və insanların da hətta generationlar, bizim dediyimiz o gənclərin nəsli də dəyişir, xüsusiyyətləri də dəyişir. Amma bax, məhz sizin dediyiniz o müəllim mərkəzli yox, artıq tələbə, nə şagird nə istəyirsə onlara yönəlik olmaq, bu son yəqin ki 10 ilin filan yanaşmasıdır. Bəli. Bax, bu öz nəticəsini nə vaxt göstərir? Artıq göstərirmi? Onlarda nə qədər yaxşı effekt verir, doğruldurmu özün? Düşünürəm ki, mənim fikrimcə bu göstərir. Çünki artıq bizim tələbələrimiz bir çox beynəlxalq müsabiqələrdə daha aktiv iştirak edirlər. Onlar bu tərəfindən belə deyim də imkanlar daha çoxdur onlar üçün əlbəttə, amma onların əldə etdiyi nailiyyətlər, onların artıq artıq Covid dövründən də xüsusilə bildiyiniz ki, distant təhsil bizdə bir formalaşmağa başlamışdır. Distant işləmə bacarıqları, imkanları və bu da özünü onda artıq o imkanların genişlənməsi bizə nəticələrdə göstərir. Distant təhsil doğrudan çox maraqlıdır. Bunu mənə elə gəlir ki, idarə etmək daha çətindir, nəinki auditoriyanı. Ona görə bu haqda da xüsusi mütləq danışarıq, amma qısa reklam fasiləsindən sonra. Nərmin Aşurzadə ilə idarə etmənin əsasları davam edir. İş işdən keçməmiş, dinləyin. Distant təhsildə qalmışdıq. Xanım, sizin fikrinizcə nə vaxtsa tam keçid ümumiyyətlə lazımdırmı, ola bilərmi? Yoxsa bu həmişə bir köməkçi vasitə, bir model olaraq qalacaq? Əslində bu həm resurslar baxımından, həm də belə deyim də məkan baxımından geniş imkanlar yaradır. Artıq bildiyiniz kimi düzdür, təhsil tam olmasa da hər hansı bir təlim almaq distant olaraq çox rahatdır.
Hətta bizim indi çalışdığımız Təhsil İnkişaf Fondunun belə İqtisadiyyat Nazirliyinin tabeliyində 4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzindən biri də Coursera hər halda layihə həyata keçirir ki, bu 10 minə yaxın şəxsə tam ödənişsiz əsaslarda distant olaraq Coursera'nın təlimlərindən almaq, beynəlxalq sertifikat almaq imkanı verir. Və burada da onun 2500-dən çoxu da tam Azərbaycan altyazılı olur. Və artıq yəni bizim vaxtımızda bunu düşünmək, təsəvvür etmək biraz çətin idi, amma artıq evdən çıxmadan belə Stanforddan, Harvardın hər hansı bir sertifikatın təlimini almaq çox rahatlaşıb. Və bu da müəyyən dövrdə məsələn regionlardakı təhsil problemini ola bilər ki, hər hansı bir digər məhdudiyyətləri aradan qaldırmağa imkan verəcək. Yetişkin insanlarda razıyam, yəni çox yaxşı nəticə ola bilər, amma uşaqlarda necə? Çünki bəzi məqamlarda onlar özləri bundan məcbur məktəbə gedirlər. Deyək ki, bu onlayn formada olanda onlar daha yaxşı fikirləşə bilirlər ki, necə yayınmaq olar. Belə deyil də, Covid dövründə yadınızı xatırlayırsınızsa, hamı distant təhsilə keçmişdi, məktəblərdə, universitetlərdə də. Düzdür, burada keçid ani oldu. Belə deyim də, hazırlıqsız idi müəyyən qədər. Amma bunu hazırlıqlı etdiyimiz halda da niyə də olmasın? Çünki o zaman artıq onlarda müəyyən bir vərdiş yaranmışdır. Və indiki gənclərimiz bizim kompüterlərdən, sosial şəbəkələrdən bizdən daha yaxşı istifadə edirlər, məlumatlıdırlar və çalışır bütün imkanlardan faydalansınlar. Siz yüksəliş müsabiqəsində qalib gələndə də məhz təhsil sahəsində idiniz, yoxsa daha sonra keçid etdiniz? Mən yüksəliş müsabiqəsini qalib olduqdan qısa bir müddət sonra təhsil sektoruna keçdim. Ondan öncə daha çox neft-qaz sektorunda çalışırdım 10 ildən artıq. Bunlar xeyli fərqli sahələrdir. Məsələn, yüksəlişdə qalib olmaq üçün sizə necəsə çalışdığınız sahə kömək oldu? Bəli. Mənim daha öncə qeyd etdim o yumşaq bacarıqlar. Mənim sahəm layihələr olmuşdur həmişə. Əvvəllər də neft-qaz sektorunda layihələr sahəsində çalışırdım. Təhsil sektorunda layihələrlə çalışırıq. Layihələr də müəyyən qədər komanda işidir. Müəyyən qədər o vaxt məhdudiyyətidir, deadline-larla işləmə bacarıqıdır ki, mən düşünürəm ki, bu yüksəliş müsabiqəsində çox kömək oldu. Xüsusən də imtahanlarda, bizdə orada layihələrin idarə edilməsindən, müəyyən o critical thinking məsələlərdə çox kömək oldu. Necə onun öhdəsindən gəlirsiniz? Məsələn, vaxtı necə düzgün idarə edirsiniz? Bir layihəni yaxşı idarə edə bilmək üçün nələri bilmək lazımdır? Layihələr ilk öncə mərhələsi olub planlamadan başlar. Yəni düzgün planlama olduqda və sonra artıq bunu uğurlu həyata keçirmək mümkün olur. Planlama onun belə deyim də real analiz olunması, mümkün resursların real bir müddətlərin qoyulması və yenə dediyim ki, komanda. Amma həmişə yox da. Məsələn, bəzən planlama çox yaxşı ola bilər. Kağızda hər şey idealdır, amma sən onu reallaşdıra bilmirsən. Force majeure halları həmişə olur. O belə deyim də heç vaxt 100% uğurlu layihə olmur. Həmişə ya gecikmələr, ya nəsə problemlər olur. Bu həyatın reallığıdır. Bunu və hər bir layihədə həmişə bir özün üçün bir necə deyim, bir ehtiyat vaxtı kimi qoyursan. Ki bu force majeure halları baş verdikdə artıq o gözlənilməyən təhlükələri həll etməyə müəyyən qədər imkanı olsun. Bəli, bu yanaşma da düzdür, amma ola da bilər ki, biz planlamanı o qədər ideal edirik ki, və yəni reallığı tam nəzərə almırıq və artıq onu real həyata tətbiq etməyə başlayanda sən başsan ki, burada qeyd etdiyin kimi deyil əslində, müəyyən fərqlər var. Ona görə yəni ki, təcrübə daha çox olmalıdır ki, orada da doğru addım atasan. Əlbəttə ki, planlamanın düzgün olması həm təcrübəyə əsaslanır. Çünki bu artıq siz dediyiniz o bütün кейsləri nəzərə almağa imkan verir. Layihələrdə kim bunu edir? Planlama kimin öhdəsində olur? Daha çox o sahədən asılıdır, amma layihə meneceri, layihə rəhbəri bütün bunları hamısını koordinasiya edir. Sizin üçün ən çətin mərhələ nədir bir layihənin idarə edilməsində və yüksəlişdə qalib gəlməkdə hansı кейsdə ola bilər ki, bir çətinlik çəkdiniz? Yüksəlişin düzü bu bütün keysləri fərqlidirlər. Yəni sadəcə bir xüsusiyyətdən asılı olmur. Müxtəlif düşünürəm. Həm sizin dediyiniz təcrübə məsələsi, həm şəxsi keyfiyyətlərdir, həm yanaşma, həm o formalaşdığın iş mühitinin təsiri. Bütün bunlar bir yerdə qarşılıqlı vəhdət halında təsir göstərir. Və hər bir tapşırıqda da sən orada müəyyən tapşırıqlar var ki, daha sosial yönümün olmalıdır. Harada hansı keysdəsə sən liderlik bacarığın öndə olmalıdır, hansı əksinə sən arxa durub kimilərsə öz qabağa verə bilməlisən. O da əslində liderlikdir məncə. Onu hər kəs bacarmayacaq. Ona görə bəli fərqli belə deyim də o xüsusiyyətlər kömək olur hamısı. Və bütün bu dedikləriniz toplu halda hər hansı bir kitabda yəqin yazılmır da. Sən təcrübənə əsasən nə qədər kitab oxumalısan ki, hardasa bəlkə gəlib köməyinə çatsın. Siz özünüzü necə inkişaf etdirdiniz?
Düşünürəm, inkişaf etdirdim deyəndə hələ də inkişaf etdirməyə davam edirəm. Mən hələ də təhsil alıram. Təhsil düzdür, bakalavr, magistr təhsilimi bitirsəm də ikinci təhsilimi yenə alıram. Tamam başqa bir istiqamət üzrə. Çünki inkişaf düşünürəm artıq zamanı elədir ki, və bilik əvvəllər məsələn 10 il müddətində yenilənirsə, artıq bu 2-3 il müddətində və sən daim özünü inkişafda saxlamaq üçün, bu sürətə çatmaq üçün yenilənməlisən. Yeni məlumatlar əldə etməlisən, yeni texnologiya tanış olmalısan. Bu uşaq necə ailədə doğulduqda ailənin belə deyim də xüsusiyyətlərini, xarakterini götürürsə, insan da düşünürəm ki, o işlədiyi ən çox iş mühiti, bəlkə də birinci iş yeri müəyyən qədər o fikirlərin formalaşmasına təsir edir. Çox razıyam. Birinci iş yeri həqiqətən çox önəmlidir. Sən artıq orada necə öyrənirsən və ya çətin rəhbərlə əgər işə başlayırsansa, sanki sonra sənə artıq çətin heç nə gəlmir. Heç nə səni qorxutmur iş mühitində. Əlbəttə. Və həm də sən o rəhbərin o strategiyasını, müəyyən o xüsusiyyətlərini də özünə götürməyə başlayırsan. Çünki düşünürsən ki, onun etdiyi doğrudur, bir nümunə olur sənə. Və sən onu bəlkə də bilmədən də onu tətbiq etməyə başlayırsan. O doğrularını onun əsasında formalaşdırırsan. Amma liderlikdə doğrular artıq demək olar ki, bu da əvvəlki kimi deyil. Bəzi dəyişikliklər var. Məsələn, sizcə əvvəl nə doğru sayılırdı, amma artıq yox? Əvvəl lider dedikdə rəhbər, bizim o əvvəl müdir, daha çox avtoritar bir şəxs nəzərdə tutulursa, indi lider daha çox istiqamət verici, məsləhət verici formadadır məncə. Hətta biz bunu layihələri müəyyən qədər agile idarə etmə yönümündə deyirik ki, o nəyin doğru olduğunu demir, doğruları sənə etməyə kömək edir. Agile sözü niyə çoxlarını qıcıqlandırır? Bəzən yenilikləri hamı tətbiq etməyə başlayır. Sadəcə tam aydınlaşdırmadan düşünürəm, bu müəyyən bir keçid dövrüdür. Artıq hamı nəyin uyğun olub olmadığını özünə müəyyən etdikdən sonra və bəzən də agile tam anlamırlar, sadəcə sistem olaraq götürüb tətbiq etmək istəyirlər. Amma əslində agile çox belə deyim də çevik bir sistemdir və hər sistemə sən hər öz şirkətini uyğunlaşdıra bilərsən, özününkiləşdirirsən. Bəzən bunu düzgün etməyəndə siz demiş o müəyyən qədər qıcıq yaradır. Təhsildə də bu yanaşmadan istifadə edilir və edilməlidirmi? Əslində bizim o yeni dediyimiz o tələbə mərkəzli yanaşma müəyyən qədər o müəllimə agile yönümlüdür. Onlar da çünki artıq məsləhət verir. Məsələn, bizim dövrümüzdə hər hansı bir leksiyalar olursa, qeyd olunursa və sən onu öyrənib cavab verirdinsə, artıq tələbələrə tapşırıq verilir. Onu özləri araşdırırlar, təqdimat formasında bir komanda halında hazırlayıb təqdim edirlər. Və burada artıq müəllim demir ki, sən nəyi öyrənməlisən, deyir hansı istiqamətlərdə məlumatlar toplamalısan və sən artıq hansı biliklər əldə edəcəyin o səndən asılı olur. Amma yəqin siz də rastlaşırsınız ki, bəzi müəllimlər hələ də ənənəvi modeli dəstəkləyirlər. Onlar düşünürlər ki, o daha məhsuldar idi, yaxşı şagirdlər hazırlayırdı. Bəzi valideynlər də belə düşünür. Məsələn, biz gör necə təhsil almışdıq və nə qədər məlumatlıydıq, amma indiki uşaqlar bu belə qarşıdurma olanda nəyə fikir yaranır sizdə? Nə demək istəyirsiniz insanlara? O Sovet dövrünün təhsili hamısından yaxşı idi. Belə o anlayışlar var, amma daha öncə qeyd elədiyimiz kimi, onlar ki, bunun doğru olduğunu görüblər, onlarda bu fikir formalaşır. Və onların o belə deyim də, doğruları onun əsasındadır. Müəyyən bir keçid dövrüdür ki, düşünürəm ki, 10 il sonraki müəllimlər hansı bu yeni sistem əsasında belə formalaşacaq, artıq başqa cür düşünəcəklər. Müəyyən bu keçid dövrünü gözləmək lazımdır, onlara dəstək olmaq lazımdır. Çoxdur belə müəllimlərin sayı? Yəqin ki, bizdə bildiyiniz kimi müəllimlərin ortalama yaşı nisbətən 35-dən çox yuxarı olduğu üçün yəqin bəli, o hələ ki period qalır bizdə. O həmin məsələn 10 il əvvəlki müəllimlərin dövrü. Amma düşünürəm onların təcrübəsi də çox kömək olur bu dövrdə. Yəni düzdür, biz müəyyən qədər deyirik ki, belə deyim də qarşı dura bilərlər, qıcıq yarada bilər onlarda, amma onların o təcrübəsi, müəyyən qədər pedaqoji bacarıqları da burada az əhəmiyyət kəsb etmir. Əlbəttə öyrənmək lazımdır. Bir də təhsil lideri deyəndə burada indi yəqin təkcə müəllimdən söhbət getmir də, direktorlar haqqında danışmaq lazımdır. Onlarda da nəsə ənənəvidən fərqli olaraq nəsə dəyişiklik baş verir, yoxsa həmin nəzarətçi mexanizm burada da var? Onlarda müəyyən qədər daha çox nəzarətçidir, çünki belə deyim də, onlar daha çox idarə edici rolunda oynayırlar. Bütün bu sistemin işləməsinə. Amma indiki məsələn məktəblər əvvəllər daha çox belə deyim də, onlar da mərkəzləşdirilmişdi. İndi məktəblərə daha çox müəyyən imkanların, üstünlüklərin verilməsindən istiqamətində gedir. Və bu da düşünürəm bir müddət sonra öz töhfəsini verəcək. Məsələn?
O məsələn müəyyən belə təlimlər yönümlü hansı bir qrupların yaradılması ola bilər, müəyyən bir aktivitetlərin, imkanların tələb. Məsələn, mən indi özüm övladlarım da məktəbdə təhsil alır və həqiqətən də fərqi hiss edirəm ki, daha aktiv olardı. Bizim o dediyimiz qrup halında işləmələrmi və s. bu hamısı özünü göstərir və idarə etmədə də bizim dövrün müəyyən qədər qorxu var idisə, artıq qorxunu hörmətlə əvəz edirlər. Tamamilə razıyam. Biz bugün ənənəvi və müasir təhsil idarə etmə metodları haqqında danışırıq. Həm söhbətim isə 3-cü yüksəliş müsabiqəsinin qaliblərindən biri olan xanım Daşdəmirovadır. Mövzuyla bağlı deyəcək sözünüz, sualınız olsa, həm təhsil sektoru ilə bağlı, həm də yüksəlişlə bağlı, onda bizimlə əlaqə saxlaya bilərsiniz. Söhbətə sən də qoşul. Telefon nömrəsi 012 404 11 22. Xanım, adətən bu sualı səsləndirəndə qonaqlar deyir ki, hazırlaşmaq mümkün deyil. Sən yüksəliş müsabiqəsinə artıq özün kimi olmalısan, əvvəlcədən nə isə bilməliydin. Amma mən düşünürəm ki, yenə də bəlkə təkrarlanacaq və yada salınacaq və ola bilər situasiyalar özümüzə yarada bilərik ki, o vəziyyətdən baxın necə çıxıram da. Yəni bu istiqamətdə nələri məşq etmək lazımdır ki, yüksəliş müsabiqəsində qalib gəlmək alınsın? Təəssüflər olsun ki, bunun hər hansı bir düsturu yoxdur. Yəni olsaydı böyük məmnuniyyətlə paylaşardım və bir şey nəzərə almaq lazım ki, yüksəliş müsabiqəsinin komandası bunun üzərində çox gərgin işlər və hər ildə müəyyən dəyişikliklər edir. Hətta keçirilən imtahanların formatındamı, suallardamı və bunu məsələn mən keçən mən 3-cü yüksəliş müsabiqəsinin qalibiyəm. Hətta 4-cü yüksəlişdə iştirak etsəydim qalib olardımı, onu bilmirəm. Çünki orada format və sair yanaşmalar, qiymətləndirmələr daha fərqli olur, кейslər fərqli olur. Buna görə bunu hazırlaşmaq düşünürəm qeyri-mümkündür. Müəyyən qədər məntiqdən hazırlaşmaq olar, imtahanları, məsələn, testlərdən və s. layihələrin idarə edilməsi yönümündən ki, bir də ki, test üzərindəki o vaxtın idarə edilməsi yönümündən daha rahat olsun. Amma bunun üçün də yüksəliş müsabiqəsinin komandası sağ olsun, imkan yaradır. Bildiyim qədərilə onlar birinci sınaq imtahanları keçirirlər. Əgər iştirak etmək istəyənlər olub, iştirak edənlərə çox məsləhət görərdim ki, bu sınaq imtahanlarında iştirak eləsinlər. Həm sualların tipləri ilə tanış olsunlar, həm də o vaxtın idarə edilməsi, hansı ki, həqiqətən yəni, cavabı düzgün bilmək qədər vacibdir. Bunun qədər müəyyən qədər təcrübə qazanardılar. Bu onlayn mərhələlər belə olur. Bəs Bəli. offlaynlar üçün tövsiyəniz nədir? Offline sizin dediyiniz kimi özləri olsun. Çünki orada nə qiymətləndirildiyi və necə baxıldığı, hətta кейsin düzgün bir həlli olub olmadığı da bilinmir. Yəni düzgün bir yoxdur sən bunu deməlisən, ya sən bunu etməlisən. Həmin situasiyadan asılı olaraq o da yenə həmin o şəxsi keyfiyyətlərdən və təcrübədən irəli gələcək. Bunu neysə əzbərləmək və hətta o 3 saat dövr müəyyən səhərdə neçə gün davam edir müsabiqə. Həmin dövrlərdə hansı bir rola girmək və nəyisə göstərmək qeyri-mümkündür. Müəyyən bir dövrdən sonra artıq yorulacaqsan, özün kimi olacaqsan. Və həmin dövr 3 gün olur ardıcıl deyəsən. Həmin dövrü məsələn stres mütləqdir ki olur, müsabiqə həyecanı və s. Bunu necə idarə edirdiniz? Sadəcə xatırlasın ki, bu bir müsabiqədir. Yəni ki, həqiqətən də biraz nə qədər bunu özümüzdə belə deyək də özümüzü həyəcanlandırmağa çalışsaq, düşünsək ki, bunu daha da həyəcanımız artacaq bunun barədə düşünsək, daha rahat olmağa. Yəni sizin dediyiniz ki, özü olsa ən maksimum, ən yaxşısı və orada və komanda üzvləri əslində rəqib olsalar da həmin o stoldan masadan qalxdıqdan sonra artıq bir dostlaşma münasibəti başlar və həmin 3 gün ərzində bəlkə də bir ay ərzində dostlaşmadığın qədər onlarla yaxınlaşırsan və onlarla münasibət qurmağa bacarırsan və bu da inanıram ki, çox kömək olur orada. Sizin özünüzə həm bu ballara görə, həm də sizin öz hiss etdiyinizə görə ən çox hansı bacarığınız köməyinizə gəldi? Mənim qiymətləndirməmdə ən çox komanda işi yüksək qiymətləndirilmişdi. Xatırladığım qədərilə düşünürəm o daim mənim əvvəlki iş yerimdə də çoxlu qrup departamentlərlə çalışırdım. Çoxlu sayda insanlar. Çünki layihələr dediyim kimi bir komanda işi idi və bu da mənə kömək edirəm ki, kommunikasiya bacarıqlarının inkişafında çox kömək oldu. Komanda işi deyəndə, yəni tapşırıqları bilirsiniz ki, kimə necə bölüşdürmək lazımdır? Tapşırıqları bilirsiniz, siz necə yanaşılmasını bilirsiniz, tapşırıqları necə çatdırılmasını bilirsiniz. Yəni burada komanda işi insan həmin o məlumatı ondan necə alacağını bilirsən.
Əslində çox aspektləri var. İnsanlar fərq edirsə bəli. Bəli, siz bir tapşırığı 5 adama versəniz, fərqli xüsusiyyətli bir xarakterdə fərqli nəticə əldə edəcəksiniz və hər birinə ola bilər ki, daha avtoritar bildirməlisiniz. Birinə sərbəstlik verməlisiniz ki, özünü göstərə bilsin. Birinə bəlkə də daha dəstək istiqamət verməlisiniz. Yəni hər situasiyadan asılı olaraq və insandan asılı olaraq fərqlidir burada. Rəhbər kimi sizə ən çətin hansı bu tipajda xarakterdə olan insanla çalışmaq? Məsələn, kimə izah edəndə daha çox əziyyət çəkirsiniz? Əslində o rəhbər kimi düşünürəm, düzgün rəhbər həmin insanı düzgün rola və tapşırığa yönəltməlidir. Çünki elə insan var ki, bəli, o komandadan daha çox fərdi işləməyi sevir, bunda da gözəl bacarır. Artıq müəyyən o fərdi belə deyim, sənədləşmə işimi deyim, oturub saatlarla nəyisə hesablamaq, hazırlamaq işini ona tapşırsan daha uğurlu olacaq. Amma sən aktiv insana o sənədləri versən ki, ya da belə deyim də çox xırda bir işi versən, nüansları onu tez etməyə çalışır, səbri çatmaya bilər, başqa işləmə daha uğurlu ola bilər. Ona görə rəhbər düşünürəm ki, o düzgün tapşırıqları, düzgün istiqaməti müəyyən etməyə bacarmalıdır həmin insana uyğun olaraq. Siz ilk dəfə elə müsabiqəyə qoşuldunuz və qalib də gəldiniz. Yox, mən ikinci yüksəliş müsabiqəsində də qoşulmuşdum. Finala kimi çatmışdım. Finalda qalib ola bilməmişdim. Üçüncü yüksəliş müsabiqəsinə də qoşuldum. Onda birinci dəfə qoşulanda nə mane olmuşdu qalib gəlməyə? Bunu özünüzdə anlamısınız yoxsa? Düşünürəm, həm həyəcan var idi, daha çox həyəcandı. Mən ikinci dəfə daha rahat idim, müəyyən qədər tanış idim. Həm də düşünürəm, üçüncü yüksəliş müsabiqəsində, indi bilmirəm, mənim keysimdə elə idi ki, qardaşım da mənimlə bircə yarışda idi. Bəlkə də onun dəstəyi mənim orada olması çox kömək. Bu həyəcan üstündən gəlməyə kömək oldu. Sizə kömək oldu, amma özü qalib gələ bilmədi. Demək ki, mən yaxşı kömək ola bilməmişəm, təəssüf ki. Amma qismət yəni. Bu aranıza necəsə bir rəqabət salır qardaşınızla? Yox, heç bir. Biz uşaqlıqdan əslində bir çox müsabiqələrdə, yarışlarda həmişə birgə iştirak eləmişik deyə. Hətta bizim o vaxt nə harada, nə zamansa bir komandamız da var idi, birgə iştirak edirdi. Ona görə bu heç bir problem olmayıb bizdə. Amma deyirlər ki, ailə üzvləri, indi siz düzdür bir yerdə çalışmırsınız, amma bir yerdə çalışanda, deyək ki, bir layihədə olanda, bir müsabiqədə olanda, onlar arasında biri yaxşı olub, biri olmayanda rəqabət olur. Fərqi yoxdur, xalan oğludur, həyat yoldaşındır, qardaşındır, fərqi yoxdur. Yəni burada istər-istəməz rəqabət yaranır. Rəqabətin əslində belə deyək də, yaxşısı pisi var. Bir var ki, sən rəqabət aparırsan və başqasının uğursuzluğunu istəyirsən ki, özün öndə olasan. Bir var ki, kimisə uğuruna sevinirsən, deyirsən, mən niyə bunu edə bilmərəm? Bəlkə mən də çalışsam, bunu yaxşı olaram. Və bu tip rəqabət əslində müsbətdir düşünürəm. Amma bizdə dediyim kimi, rəqabət də daha da çox əksinə bir-birimizə dəstək olmaq ki, hətta mən deyərdim ki, məsələn, mən qalib olmasam, o qalib olsa belə, mən eyni qədər sevinərdim, bəlkə daha çox. Yox, əminəm buna. Sizin fikrinizcə xanım, bəs müasir idarə etmədə, müasir liderlikdə belə qohumların bir yerdə çalışmasına necə baxılır? O əslində həm bu iki aspekti var. Birincisi, ya insan öz yaxınına daha belə deyim də daha çox ondan istəyirsən, digərlərindən fərqli olaraq tələbkar olur. İkinci məsələsi burada müəyyən qədər hüquqi aspekt var ki, bir-birinə yaxınların və qohumların bir-birinin tabiçiliyində olması sabah müəyyən problemlər yarada bilər. Çünki sən dediyim kimi hər hansı bir nöqsanda göz yuma bilərsən və s. və bu da ki, müəyyən qədər sonradan problemlər yarada bilər deyə məqsədə uyğun deyil əslində və bildiyimdə də bəzi hətta sahələrdə bizdə bu icazə verilmir. Bəli. Sizin təcrübənizdə olub belə hal ki, qohumla əməkdaşlıq etmisiniz? Yox, hələ ki olmayıb. Biz bugün xanım Daşdəmirova ilə həmsöhbəti, onunla birlikdə həm yüksəliş müsabiqəsindəki qalibiyyət, həm də ənənəvi və müasir təhsil idarə etmə metodları haqqında danışırıq. Yeri gəlmişkən bununla bağlı bəzi mesajlar var, indi onları da səsləndirəcəm. Hələ ki efir vaxtına da qalıb və sizin də deyəcək sözünüz, sualınız olsa bizimlə əlaqə saxlaya bilərsiniz. İki mesaj var və onların ikisi də demək olar o haqdadır ki, uşaqlar niyə ev tapşırığı edirlər? Müasirlikdən danışılır, amma uşaqlara hələ nə qədər də ev tapşırığı verilir? Belə deyim də, uşaqların da məktəbdə olduğu bir müddət vardır ki, və biz deyirik ki, hər dərsə 45 dəqiqə ayrılır və o fənnin keçirilməsində istərsə müəyyən qədər təkrara ehtiyac olur. Hətta belə bir sistem var, indi mən onun adını tam xatırlamayacağam ki, insan bir məlumatı oxuduqdan sonra, əgər onu məsələn bir saat sonra təkrarlarsa nə qədər yadında qalar, bir həftə sonra və bir ay sonra.
Və bu əslində bu tapşırıqların edilməsi də həmin o şagirdlərə imkan verir ki, bunu daha yaxşı yadda saxlaya bilsinlər. Müəyyən qədər özləri fərqli aspektlərdən, fərqli tapşırıqlarda nəzərdən keçirsinlər. Artıq digər belə bir problemləri olarsa bunu məktəbdə müəllimlə həll edə bilsinlər. Çünki məktəbdə bir müəllim və 30 məsələn şagird varsa, müəyyən qədər çətindir hər birinə fərdi yanaşıb onun çətinliklərini bilmək, hansı aspekti tam anladı ya yox. Niyyət bəlkə də belə çox yaxşıdır, amma uşaqlar nəticədə həm yorulur, həm məktəbə qarşı aqressiya yaranır və daha çox analar indi məşğul olur da evdə ev tapşırıqları ilə. Ana ilə münasibətlər korlanır. Uşaq artıq qarşısında bir müəllim görür, ana görə bilmir. Evdə səs-küy, yəni bu nəticədə bu da bir o qədər yaxşı deyil. Əlbəttə, amma düşünürəm evdə müəyyən qədər valideynlərdən də asılıdır. Mən özüm övladlarımın dərslərinin hamısını özüm məşğul oluram. 2 övladım var. Biri 5-ci sinifdə oxuyur, biri 1-ci sinifdə. Allah saxlasın. Düzdür, biraz çətin dövr oldu. Hətta 1-ci ilə daha çətin, amma 2-ci ilə artıq müəyyən bir sistem yarada bildim ki, çox asanlığı demək olar ki, dərsdən gəldikdən sonra 1-ci sinif olsa belə müəyyən dövr dərslərini edir və bütün gün artıq boş rahat əylənə bilir və paylaşın da o sistemi. Necə elədiniz onu? Vallahi o belə deyim də müəyyən qədər 1-cidən sonra artıq həm uşaqla münasibətlərimiz pozulur, həm də maraqlı olur və müəyyən qədər birgə həll edir. Artıq bunu səhvlərini səhv etdin deyəndə yox, niyə bunu bilmədin yox. Sizin deyim, dəstək verirəm ki, hə bilmədinsə izah edim sənə və birgə edəmiz, hətta mən deyirəm ki, bizi birləşdirir, daha da yaxın edir. O müəyyən bir vaxt, müəyyən bir birgə vaxt keçirməyimizə imkan yaradır. Bəzən olur çünki xırda işlər, ev işləri və s. uşaqla tam vaxt keçirməyə imkan vermir. Amma bu bizim elə bir vaxtımız olur ki, birgə bunu edirik. Bir nəfər yazır ki, universitetlərə qəbulun ancaq 5 qrup üzrə bölünməsi nə qədər doğrudur? Tarixçi niyə riyaziyyatdan imtahan verir? Düzdür, bu mənim sahəm olmadığı üçün biraz çətinlik çəkirəm buna cavab vermək. Amma yəni ki, müəyyən bir fənlər vardır ki, hətta bizim dövrümüzdə də belə idi ki, yəni istərsənsə sən Azərbaycan tarixini hər bir vətəndaş olaraq bilməlisən sahəndən asılı olmayaraq. Amma bunu da o sahənin ekspertləri daha yaxşı bilər. Həm də riyaziyyatı niyə bilməməlidir ki, tarixçi? Trigonometriya soruşulmayacaq ondan təbii ki, amma riyaziyyatı bilməyən bir ixtisas sahə qala bilər ki, sizcə? O vaxt hətta deyilirdi ki, riyaziyyat bütün elmlərin şahıdır. Riyaziyyat bir şey də qeyd eləmək istərdim ki, riyaziyyat inkişaf etmək daha yaxşı bilən insanda məntiq daha güclü olur. Və bu da düşünürəm ki, hətta sinodimik yüksəliş və s. müsabiqədə çox kömək olur. Aydındır. Təşəkkür edirəm xanım gəldiyinizə görə. Mövzu ilə bağlı ola bilər ki, nəyisə öncədən hazırlamışdınız, planlamışdınız ki, bunu da deyəcəm, soruşmadım, əlavə edə bilərsiniz. Yox, çox sağ olun. Düşünürəm bütün maraqlı aspektlərə toxunduq. Bütün yüksəliş müsabiqəsinin iştirakçılarına uğurlar arzu edirəm. Yəni hər hansı bir sual da olarsa müsabiqə ilə bağlı, yəni təcrübəmə əsasən dəstək ola biləcəyim. Həmişə də sosial şəbəkələrdən yaza bilərlər, böyük məmnuniyyətlə cavablandıraram. Bugünkü həmsöhbətim 3-cü yüksəliş müsabiqəsinin qaliblərindən biri xanım Daşdəmirova idi. Biz onunla birlikdə həm yüksəlişdəki qalibiyyət, həm də ənənəvi və müasir təhsil idarə etmə metodları haqqında danışdıq.